Həmin baharın ilk müjdəçisi olan su çərşənbəsidir. İnanca görə Tanrı ilk olaraq suyu yaradıb. Ona görə də Novruzun ilk çərşənbəsi sudan başlayır. El arasında əzəl çərşənbə və ya sular Novruzu kimi tanınan bu gün həyatın canlanması, ruhun təzələnməsi deməkdir. Qədimdən bəri su saflıq və aydınlıq rəmzi sayılıb. Sübh tezdən su üstünə getmək, axar sudan keçmək təkcə bir adət deyil, həm də ruhun yenilənməsinə olan inamdır. Novruz bayramının birinci çərşənbəsi su çərşənbəsidir. Rayonlarımızda müxtəlif adlarla adlandırılır. Əzəl çərşənbə, sulu çərşənbə, güllü çərşənbə, cıvrıqçı, cıdırçı, xəbərçi çərşənbə adı ilə də tanınır. Əslində bu çərşənbələr kənd yerlərində daha önəmli şəkildə keçirilir. Keçmiş dövrlərdən günümüzə qədər inanca görə insan ilk dəfə yer üzündə suyu müşahidə edir və bu təbii ki, su kultu ilə bağlıdır. Suyu hər zaman türklər müqəddəs sayıblar. Suyun yaddaşına və suyun düşüncəsinə inanıblar. Su çərşənbəsində hətta insanlar rayon yerlərində su götürürlər və o çillə suyu deyilir. Bu su ilə xəstələrin üzünə səpərlər, evə eşiyə səpərlər ki, xəstələr və ev eşik həmin ağırlıqdan qurtulsun. Su insanlar üçün həm də müqəddəs sayıldığına görə bəd dualar edilməz. Biz yuxu görərkən suya danışarıq və suya dirəklərimizi, arzularımızı edərik. Su çərşənbəsində götürdüyümüz sularla maldarlıqla, heyvandarlıqla məşğul olan kənd sakinləri heyvanın pendir tutmaq üçün mayasını istifadə edərlər. Bəzən keçmiş zamanda böyüklərimiz gətirdikləri sudan xəmir yoğurarlar, çay qoyarlar, uşaqlarımıza verərlər ki, onlar arınsın, paklansın və durulansın. Su çərşənbəmiz mübarək olsun. Birinci su çərşənbəmiz fevral ayının 24-nə qədəm qoyur. Bu da deməkdir ki, artıq yaz gəldi. İlk çərşənbənin gəlişi artıq təbiətin oyandığından, qışın yavaş-yavaş yerini bahara təslim etdiyindən xəbər verir. Su çərşənbəsinin gətirdiyi aydınlıq şəhər sakinlərinin ovqatına da yansıyır. Su çərşənbəsi yaxınlaşır. Bunun münasibətilə xalqımızı təbrik edirəm. Ümumiyyətcə Novruz bayramının adət-ənənələri məncə saxlanır hələ də. Xalqımızın ən sevimli bayramıdır və dövlət səviyyəsində qeyd olunduğu üçün unudulmur. Yəni heç zaman cəmaatımız da buna sahiblənir. Yəni biz hər zaman bayramımıza sahib çıxanlardanıq. Yəni mənim anam yadımdadır. Bir hardasa 6-7 il bundan əvvəl biz Türkiyəyə getmişdik mən kursumla əlaqədar. Gedəndə orada belə hətta çərşənbələrin hamısını qeyd elədi. Və mən də ondan götürərəkdən övladıma da şamil edirəm və ətrafımızda da bütün qohum əqrabaların hamımız sevə-sevə qeyd edirik və çox həvəslə gözləyirik. Hər birinizə gözəl günlər arzulayıram. Su kimi axarlı olsun, ömürləri saf təmiz olsun. Mən yaşıma görə danışım, yəni gördüklərimə görə uşaq vaxtları bir də su çərşənbəsinə rayonda, indi şəhər yerində də gedənlər olur. Rayon yerində həmişə biz su axar suların səhər tezdən gedərdik, su başına, su çərşənbəsini qeyd edərdik. Arzular, niyyətlər, kimin nə arzusu, nə niyyəti varsa suya danışardı, su aydınlıqdır. Bayramı belə qeyd edərdik su çərşənbəsini. Allah hamısı bayramın təbrik edirlər. Su çərşənbədən mübarək olsun. Mən uşaqlıqdan o bayramı çox xoşlayıram. Ona görə ki, bizim milliyyətimizin elə ki, göstəricisidir o bayramı. Uşaqlıqdan hamı yığışırdı, ailələr. Onda belə yox idi, qoğal, şəkər, bura hamısı mağazində. Biz hamısını özümüz pişirirdik. Bir gün biri əmim üçün, bir gün bir bibim üçün, sonra bizim üçün. Bu çox ailələri bir-birinə bağlayırdı. Doğrudan da bu bayram çox ailəvi bayramdır. Hamı qonaq gedir. İndiyənə kimi bizim evimizdə bu elə bil ki, ənənəvi qalıbdır. Hamımız bir-birimizə qonaq gedirik, süfrələr açırıq. Hər çərşənbəni mənim qızım hər çərşənbəni süfrə açır. Onu elə güllərlə qeyd edir. Sudur suya olan şeylər, məxsus olan komplimentləri qoyur. Elə bil ki, nə bilim, torpaqdır torpağa. O uşaqlar yandırırlar
aşağıda ocaqlar, hamı oplanır onun üstündə. Yəni istəyirəm deyim ki, bu bizim milliyyətimizə çox belə uyğundur, çox isti bayramdır. Bayramın hamı necə qeyd edirsə biz də indi hamının da adət-ənənəsi olsa da ən əsası odur ki, insanın Allah nə nemət verirsə, onun xoşluqla, gülərliklə, yəni necə deyir, davam edərsən, elə çərşənbələrin keçərlər. Biz də yəni hamı kimi, yəni gücümüz neyi çatırsa, o qayda ilə də qeyd edəcəyik. Azərbaycan xalqının Su çərşənbəsinin gəlişi münasibəti ilə təbrik edirəm. Bu, bilirsiniz ki, xalqımızın inanclarına söykənən bir bayramlardan biridir. Su saflıq, paklıq rəmzidir, bilirsiniz. İlk çərşənbəmizdir və bu tarixin yaşanması bizim babalarımızdan bugün bizə miras qalan bir adətlərdəndir. Bu paklıq, bu saflıq günü olan Su çərşənbəsindən sonra 3 çərşənbə gələcək. Hər bir çərşənbənin arasında bir addım, bir nəfəs yaza yaxınlaşdığımıza görə biz adət-ənənələrimizi, yəni yazın gəlişi ilə, təbiətin oyanışı ilə qeyd edirik və ona görə o oyanışı qeyd edirik ki, yəni artıq insanlar başlayır bu bayramdan, ilk bayramdan yaza doğru hazırlıq işləri görməyə. Həm həyat bacada, həm ev-işikdə təmizlik yaradırlar, sərgə-səhman yaradırlar və hər çərşənbə yaza bir gün yaxın olduğuna görə, bir nəfəs yaxın olduğuna görə də ilaxır çərşənbə deməli günü artıq xalqımız Novruzun gəlişin, torpağın oyanışını qeyd edir. Mən bütün Azərbaycan xalqını təbrik edirəm bu bayram münasibəti ilə. Niyyətiniz su kimi təmiz, ömrünüz su qədər uzun olsun. Su çərşənbəniz mübarək.